11 fevral 1979'da İranda bir devrim baş verdi. Şah getdi, yerinə mollalar gəldi. Amma bu dəyişiklik köklü və sistemli bir dönüşüm değildi. Otoriter idarəçiliyi olduğu kimi davam etdi, sadəcə adı və maskası dəyişdi. Yoxsulluq və sosial eşitsizliklə mübarizə sol qrupların əsas şüarıydı. Lakin praktikada bu şüarlar siyasi İslamın ideoloji dayaqlarından birinə çevrildi. Rejim xalqa söz verdi ki, toplumsal sınıf fərdləri aradan qalxacaq. 47 il keçib və İslam Cumhuriyyəti demək olar ki, bu hədəfinə çatıb. Çünki bugün İranda aslında bir sınıf vardır və o da yoxsullar sınıfıdır. Toplumsal ədalət sağlandı deyə bilərik. Hamı demək olar ki, bərabər şəkildə yoxsullaşıb. Təbii ki, hakim elitlər istisna olmaqla. Nə Batı, nə Doğu, sadəcə İslam Cumhuriyyəti şüarı ilə meydana çıxan İslami rejim isə bugün Batıya da, Doğuya da, Quzeyə də, Günəyə də fidyə verərək ayaqda qalır. Nəticədə demək olar ki, bu rejimin tək gerçək düşməni var və o da öz xalqının haqlı səsidir.